Gözlənildiyi kimi olduqca sürətli və dinamik oyun keçdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdirə layiqdir və bəlkə də çempionatımızda səhv eləmirəmsə ən çox qol epizoduna girən komandalardan biridir. Topla oynamağı sevən, daima rəqiblər üzərində üstünlük yaradan bir komandadır. Biz bugün öz futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə bizdə oyun daha yaxşı alınırdı, daha böyük üstünlüklə oynayırdıq. Qol da vurduq, fərqləndi. Rəqibə demək olar ki, hər hansısa bir qol epizodu yaratmağa imkan vermirdi. Bilirik ki, oturuşmuş kombinasiyalar var. Onların qarşısını inamla dəf edirdik və özümüz oyuna nəzarət edirdik. İkinci hissədə 60-65-70 dəqiqədən sonra bu tip əzmkar və oturuşmuş oyunu olan bir komandaya qarşı ikinci qolu vurmursansa, təbii olaraq oyunun sonluğu sənin üçün çətin keçəcək, ağır keçəcək. Bu gün də elə oldu. Oyunun sonlarında çox sayılı cərimə zərbələri elədik. Ən çox məni açıq narahat edən o idi. Ən çox da təhlükə o cərimə zərbələrindən sonra, standart vəziyyətlərdən sonra olurdu. Dönən toplar, qapıya zərbələr. Belə, amma oyun planında rəqibə hər hansısa bir belə deyək, hücumlarının keçməsi, alınması ona maksimum qarşısını alırdı, imkan vermirdi. Futbolçuları təbrik edirəm. Bu oyun bir də onu göstərdi ki, bu il çempionat nə səviyyədədir və bizi bu çempionatda nə cür oyunlar gözləyir. Rəqiblər hamısı inamlı, əzmkar mübarizə aparır. Digər oyunlardan da misal gətirmək olar ki, heç kim asanlıqla təslim olmur, heç bir oyun rahatlıqla bitmir. Yəni bütün oyunlar əzmkar oyun şəraitində keçir və hesab da son dəqiqələrə qədər necə olacağını da proqnozlaşdırmaq olmur. Və biz də maksimum çalışacağıq ki, inşallah bu rəqabətə tab gətirək. İndi qarşıda bizi 6 gün sonra Kəpəzlə Yevlaxda oyun gözləyir. Artıq maksimum bu oyunu tez unudub oyuna köklənəcək. Suallar. Rahmet. Təbrik edirəm. Bayır ödənimizdə çoxalar danışırdıq. Mən birinci hissədəki penalti təyin olundu və heç birini başarıcını vermədim. Yəni, yalnız varan müdaxiləsindən sonra arxa yaxın penalti təyinlədi, tərəf vermədən verildi. Var belə çıxır ki, yəni var olmasaydı nə olacaqdı bununuzda, yəni necə qiymətləndirirsiniz? Siz var olanda hakim də biraz daha rahat qərar qəbul edir meydanda və bilir ki, onu sığortalayan var. Bəlkə də var olmasaydı, o epizodlarda özü üzərinə götürüb hər hansısa bir qərar qəbul edərdi. Belə çətin epizodlar idi. İstər birinci penalti, istər ikinci penalti, bizim vurduğumuz və yaxud onların qazandığı, onu görmə şansı yox idi. Yəni o belə deyək, 5-6 futbolçunun içində Gomisin əlinə orada top dəydi bir balaca yox dəydi. Onu görmə şansı yox idi. Konate'nin də epizodu biraz bu rakusdan baxanda sanki topu oynamışdı, yoxsa ayağına birinci oynamışdı, o sual açıq idi. Biz də epizodu təkrar baxandan sonra gördük. Üçüncü epizod isə o da əslində biz də uzaqdan ələ dəydiyini gördük, əlinə oyun gördük. Amma Enrique'nin reaksiyasından sonra mən rahat oldum ki, deyəsən əlinə dəyməyib. Yəni, belə normal idi. Sadəcə olaraq biraz xırda faullar çox oldu, xüsusilə də oyunun sonunda. O da ki, Elvin bəy gənc hakimimizdir, yüksək liqada yeni təcrübə toplayır. Biz də oyun boyu çalışdıq, dəstək olaq, çox təzyiq də göstərməyək. Ümumən götürsən oyunun gedişatına, nəticəsinə təsir edən bir səhvə yol vermədi. Çox sağ olun. Oyunun gedişatı onu göstərdi ki, bəlkə də qırılma nöqtəsi idi. Amma biz də qol buraxsaydıq, daha böyük qüvvə ilə fərqli bir oyun gedəcəkdi ikinci hissədə. Fərqli dəyişikliklər, fərqli oyun, rəqib fərqli oynayacaqdı. O yüzden də biz qol oyunu dəyişir, oyunun gedişatını dəyişir. Biz qol vurduq, ikinci hissədə biz daha çox nəticəyə görə narahat edirik, rəqib daha rahat oynayırdı. Biz buraxsaq, artıq rəqib narahat olacaqdı, ehtiyatlı oynayacaqdı, biz daha böyük qüvvə ilə irəli gedəcəkdik. O yüzden 30-cu dəqiqədə, 35-ci dəqiqədə qaçan hər hansısa bir qol epizodu və yaxud penaltiyə mən heç vaxt oyunun qırılma nöqtəsi kimi deyə bilmirəm. Oyunun sonlarında olsaydı 0-0-da təbii olaraq artıq qırılma nöqtəsi olacaqdı. Amma belə bir şey deyə bilmirəm. Amma elə deyək, rəqib həqiqətən də yəni belə deyək, cənab Kaxanın yaratdığı komanda, oynatdığı futbol, yəni mən onları heyranlıqla izləyirəm. O biz sola meyilli oynadırdı.
fərqli tapşırıq edilir. Bu nəyə hesablanmış halda? Ümumən baxır bizdə hansı ikili oynayır ortada. Məsəl üçün İsmaillə Gomis oynadıqda İsmail daha çox sola yönəlik, Gomis sağa. Amma Guima da daha çox sola yönəlik oynamaq istəyir, Gomis'ə də sağda oynamaq rahatdır. Sadəcə olaraq balon nəzərə alıb Gomis'i sol tərəfdə oynatdıq ki, onun qarşısını kəssin, sürətlidir, dinamikdir. Guima da biraz bəzən kontrolsüz girir, sarı kartlar falan deyə Guimanı sağdan, Gomis'i soldan oynatdıq. Rəqibin heyətinə uyğun idi. Bəli, bəli və özünüz də mən fikir verici yoxsa yox. Birinci sən ortasında dəyişdilər. O da Gomis'in daha çox hücuma qoşulması ilə bağlı idi. Sadəcə olaraq sonra hesabda geri düşdüklərindən sonra təzədən qayıtdılar öz düzülüşlərinə. Kəpəzən oyundan sonra Sözünün etkisiyle kubok oyunda, yani kampazı oyundu. Yani bunu nəzərə alıb Kəpəzən oyunda heyətdə hər hansı bir rotasiya eləmək fikriniz var mı? Yox, bizi ilk növbədə Kəpəzdən oyun maraqlandırır. Çünki ilk növbədə onu deyək ki, Yevlaxda qəbul edəcəklər bizi. Açığı, yəni bu il biraz məyus edici məqamlar çoxdur. Çox istərdim ki, fərqli olsun. Bilməm, zərurətdən olur, məcburiyyətdən olur, necə olur? Məsəl üçün götürək Turan Tovuz komandası bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi məsəl üçün 2 dəfə Tovuzda qəbul edəcək. Və yaxud İmişli bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul elədi. Və yaxud indi Kəpəz Qəbələdə oynadı, azarkeşlərindən uzaq, fərqli bir abu-hava. İndi Yevlaxda qəbul edir bizi. Dünən də özümüz də gördük ki, Yevlaxda bambaşqa idi Kəpəz istəyi, aqressiyası. Yəni bu sırf söhbət Kəpəzdən, İmişlidən, Turandan getmir. Sadəcə olaraq mən deyirəm bir dənə elə bir qaydalar qoyub elə riayət eləyək ki, yəni rəqabəti pozmasın. Çünki bu açıq-aşkar şəkildə rəqabətə təsir edir. Mən bir şey demirəm. Əgər bir yerdə dəyişiblər zərurətdən stadionu, o zaman bütün rəqiblərini orada qəbul eləsinlər, 3-cü devrə dəyişərlər stadionu. Elə daha ədalətli olacaq. 2 devr oynasalar, hamı eyni yerdə oynayacaq. Elə olsa, yəni bizim üçün də daha rahat olar. İndi belə deyək də, çox komandalar getdi Qəbələdə oynadı Kəpəzlə. Amma indi halbuki biz Yevlaxda oynamalıyıq və biz dünən də gördük ki, oyunda Yevlaxda Kəpəz tam fərqli idi. Kəpəzlə oyunda daha çox əsas heyət futbolçularına istirahət verməyiniz nəyə görə gözlənir Neftçinin oyundan başqa? Yəni belə görünür. Həm də çünki o törtüyü də sürünür və futbolçularına verəmək ehtimalı daha çoxdur. Bu oyunda yəni bu İbrahim deyil, havalarına. Ümumən biz hər hansısa bir rotasiya planlaşdırmırıq və bizdə də 15-16 futbolçu var ki, özü də biz ki, il boyu məndə 11 nəfər əsassiyət deyə bir fikir, anlam yoxdur. Ola bilər bu gün 11-də başlayan oyunçu Kəpəzlə oyunda başlamasın. Ola bilər bu gün 11-də başlamayan oyunçu Kəpəzlə oyunda 11-də başlasın və bu Neftçi ilə bağlı bir şey deyil. Biz bu dəqiqə Neftçi ilə oyunu düşünmürük. Bizim üçün olduqca vacib 3 xal var və rəqabət çempionatının necə getdiyini görürsünüz. Və bu çempionatda 7-ci olmağın heç kimi təəccübləndirməyəcək. Bu bir reallıqdır ki, sən 7-ci ola bilərsən. O yüzdən də biz bütün fikrimizi ilk növbədə çempionata verəcəyik. Ondan sonra 3 gün sonra Neftçi ilə oyunu düşünəcəyik. Ümumən qəribə olur. Təsəvvürün ən çox kubokla bağlı təklif bildirən mən idim, irad bildirən mən idim ki, kuboku qazanmaq asandır. Ən çətin yol bizə düşür. 8-də 1 Neftçi, 4-də 1 Sumqayıt. Eyni senari yaşayırıq. Yarım finalda Turan, Araz, finalda da Sabah, Qarabağ. Ehtimal olaraq deyirəm də belə deyək. Digər komandalar hörmətsizliyi kimi olmasın. Ən çətin yol. Və o yüzdən də bizim üçün çempionat ilk növbədə prioritet həmişə çempionat olub. Amma təbii olaraq biz də istəyirik kubokda irəliləyək. Bir oyundur. Neftçi də bilirik nə qədər ambisiyalı, iddialı olacaq oyunda. Biz seçmirik. Bu dəqiqə o seçmə periodu deyil və o yüzdən də bütün fikrimizi hal-hazırda Kəpəzdən oyuna verəcəyik.